Birləşmiş Ştatlar Prezidenti Donald Trump'ın İranın Qazma dağı ərazisindəki yeraltı obyektləri hədəf kimi göstərdiyi bildirilir. Bu barədə Ağ Ev sahibi jurnalistlərə açıqlamasında danışıb və ABŞ ordusunun həmin obyektlərin girişlərini vurmağa hazır olduğunu qeyd edib. Bildirilir ki, Qazma dağının altında yerləşdiyi ehtimal olunan komplekslər İranın nüvə proqramı ilə əlaqəli ola bilər. Söhbət İranın Natanz nüvə obyektinin yaxınlığında yerləşən və strateji əhəmiyyətli dağlıq ərazidən gedir. Qazma dağı Natanz obyektindən təxminən 1,5 kilometr cənubda yerləşir. Kompleksin dağın altında ən azı 100 metr dərinlikdə yerləşdiyi ehtimal olunur. Ekspertlərin fikrincə, məhz bu dərinlikdə yerləşən tunellər və yeraltı strukturlar obyekti adi hədəflərdən fərqləndirən əsas amillərdəndir. İddialara görə inşa edilən yeraltı kompleksin biri 2007-ci ildə, digəri isə 2020-ci ildə yaradılan iki ayrı tunel sistemindən ibarətdir. Bu tunellərin mövcudluğu Qazma dağının uzun müddətdir həm hərbi, həm də siyasi dairələrin diqqətində qalmasına səbəb olub. Yeraltı quruluşun mümkün müdafiə imkanları isə obyektə qarşı hər hansı əməliyyatın mürəkkəbliyini artıran əsas faktorlar sırasında göstərilir. Məhz bu səbəbdən Qazma dağına qarşı mümkün addımın hansı formada həyata keçiriləcəyi hələ də əsas müzakirə mövzularından biri olaraq qalır. Mümkün əməliyyatın yaratdığı hərbi çətinliklər və risklər isə birbaşa obyektin texniki xüsusiyyətləri ilə bağlıdır. Qazma dağı kimi dərin yeraltı obyektlərə qarşı əməliyyatlar adi hava zərbələrindən fərqlənir. Burada əsas məsələ yalnız hədəfin vurulması deyil, onun daxili quruluşunun və müdafiə imkanlarının dəqiq müəyyən edilməsidir. Belə obyektlərə qarşı istənilən addım geniş kəşfiyyat məlumatları və yüksək dəqiqlik tələb edir. Qazma dağı ilə bağlı müzakirələr yalnız onun coğrafi mövqeyi ilə deyil, həm də İranın nüvə fəaliyyəti ətrafında yaranan suallarla bağlıdır. Obyektlərin uranın saflaşdırılması proqramı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. İranın həmin ərazini beynəlxalq müfəttişlərin tam nəzarətinə açmaması isə bu şübhələri daha da gücləndirib. Mütəxəssislərin fikrincə, Tehran son aylarda nüvə materiallarının bir hissəsini daha təhlükəsiz hesab edilən yeraltı sığınacaqlara köçürmüş ola bilər. Peyk görüntülərində obyekt girişlərində müşahidə edilən hərəkətlilik və möhkəmləndirmə işləri də bu ehtimalları gündəmə gətirib. Bununla belə kompleksin daxilində aparılan fəaliyyətlərlə bağlı bütün məlumatlar açıq mənbələrdə təsdiqlənməyib. Buna baxmayaraq, obyektin qorunan strukturu onun strateji əhəmiyyətini artırır. Ekspertlərin fikrincə, belə obyektlərə qarşı istifadə oluna biləcək imkanlar və qarşıya çıxan məhdudiyyətlər isə ayrıca qiymətləndirmə tələb edir. Belə yeraltı obyektlərə qarşı əməliyyatların əsas çətinliyi onların fiziki müdafiə imkanları ilə bağlıdır. Bu tip strukturlar zərbələrdən qorunmaq üçün xüsusi şəkildə hazırlanır və aşkarlanması çətin ola bilər. Buna görə də mümkün hərbi addımların nəticələri yalnız texniki deyil, həm də siyasi baxımdan nəzərdən keçirilməlidir. Digər tərəfdən Birləşmiş Ştatların arsenalında yeraltı istehkamları hədəf almaq üçün nəzərdə tutulan xüsusi silah sistemləri mövcuddur. Onlardan biri kimi göstərilən JBU-57 bunker dağdan bombasının böyük dərinliklərdə yerləşən obyektlərə qarşı istifadə imkanları müzakirə olunur. Lakin analitiklərin qiymətləndirmələrinə görə Qazma dağının əsas tunelləri bu tip silahların təsir imkanlarını məhdudlaşdıra biləcək dərinlikdə yerləşə bilər. Bu səbəbdən obyektin tamamilə məhv edilməsi deyil, giriş hissələrinin sıradan çıxarılması daha real ssenari kimi qiymətləndirilir. Belə bir yanaşma yeraltı kompleksin fəaliyyət imkanlarını azaltmağa yönələ bilər. Bununla yanaşı, Birləşmiş Ştatların İranın obyektləri bərpa etməsinin qarşısını almaq üçün əlavə addımlar ata biləcəyi də istisna edilmir. Mümkün əməliyyatın nəticələri isə ölkənin seçəcəyi strategiyadan və İranın reaksiyasından asılı olacaq. Bu vəziyyət təkcə hərbi deyil, həm də regional təhlükəsizlik müstəvisində yeni suallar yaradır. Bu bölgə ətrafında yaranan vəziyyət yalnız bir obyekt məsələsi deyil, daha geniş regional qarşıdurmanın tərkib hissəsidir. Birləşmiş Ştatlar və İran arasında münasibətlərin gələcək istiqaməti bu məsələnin inkişafına birbaşa təsir göstərə bilər. İstənilən hərbi addımın nəticələri yalnız tərəflər üçün deyil, bütövlükdə region üçün əhəmiyyət daşıyır. Hazırda Qazma dağına qarşı mümkün əməliyyatın nə vaxt və hansı formada həyata keçiriləcəyi məlum deyil. Bununla belə tərəflərin açıqlamaları göstərir ki, obyekt ətrafındakı vəziyyət yaxın dövrdə də diqqət mərkəzində qalacaq. Ekspertlərin fikrincə, Qazma dağının gələcək taleyi Birləşmiş Ştatlar və İran arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı ola bilər. Lakin mümkün hərbi ssenarilər qədər diplomatik danışıqlar və regional reaksiyalar da prosesin əsas amilləri hesab olunur.